Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar, gözəl insanlar. Siz də osteoxondrozdan əziyyət çəkirsinizsə, bax mən necə iynəsiz, dərmansız sağalmışam, sizi də onu tövsiyə edirəm. Diqqətlə dinləyin, siz də sağalın. Əslində bu haqda YouTube kanalında paylaşmışam. Baxdım ki, hamı deyir ki, Tahir xanım burada da paylaşın. Orada video böyük olduğuna görə orada paylaşa bilmədim. Ona görə də burada sizin üçün paylaşıram. Diqqətlə məni dinləyin. Əlbəttə ki, birinci mütləq qida, ağzınıza qoyduğunuz qidanın keyfiyyəti rafinə olunmamış olmalıdır. Bu bir mənalıdır. İkinci, deməli təsəvvürünüzə gətirin, məni osteoxondroz tutanda mən də necə deyirlər, pambığın arasında böyümüşəm. Həyata atılandan sonra onu osteoxondrozu hiss elədim. Mən də kurtkanın altından 3-4 dənə kofta ilə başıma möhkəm papaq. Əslində insan orqanizması təbiətə buraxılmalıdır. Mən bunu sonradan anlamışam deyə ona görə osteoxondrozun üz-üzə gəldim. Deməli dostlar, nə edəcəksiniz? Təsəvvürünüzə gətirin ki, mən başımdan ağrı tutanda İraq sizdən. Başımdan ağrı tutanda təsəvvürünüzə bax, başımın arxasını hiss eləmirdim. Başımın elə bir bölürdü. Migren kimi. Bəlkə də migrenim də var idi. Üzr istəyirəm. Hətta spazma tutanda qaytarırdım. Qaytarmasam mən özümə gəlmirdim. Təsəvvürünüzə gətirin. Harasa bir yay tətilində gəzməyə gedirdik. Mən özümlə mütləq qalın badalaska götürdüm. Bir dənə külək gələn kimi mən heç vaxt belə kofta geyməmişəm. Mən son illərdə bu cür boynu açıq kofta almışam və yaxud da yaxası açıq kofta almışam. Heç vaxt həmişə mənim koftalarım belə badalaska olub, qalın-qalın. İnşallah ki, siz də qurtularsınız. Diqqətlə dinləyin. Deməli, nə elədim? Hansı hərəkətlər eləyəcəksiniz? Gündə edəcəksiniz və inşallah bir ayda sizdə tamamilə çıxıb gedəcək. İlk günlərdən elə effektini görəcəksiniz. Deməli, nə edirsiniz? Öncə səhər duran kimi hamama getdikdən sonra, niyə? Çünki ağız burun təmiz olmalıdır ki, nəfəs almaq üçün. Hamama getdikdən sonra oturdum lap kravatın içində, lap oturduğunuz yerdə bu cür dimdik, onurğa sütununuz düz olaraq oturacaqsınız. İlk hərəkət nə olacaq? İlk hərəkət, bax 10 dəfə qulağı, çiyinlərinizi qulağa çatdıracaqsınız. 10 dəfə. 10 dəfə yavaş-yavaş, mən videoya görə tez-tez eləyirəm. Yavaş-yavaş 10 dəfə qulağa çatdıracaqsınız. Sonra qulağınızı çiyinizə çatdıracaqsınız. Mən artıq bunlara vərdiş eləmişəm deyə rahat-rahat çatdırıram. Məsələn, əvvəl eləyəndə çiynim belə qalxırdı. Siz də əzələniz açılandan sonra siz də rahat-rahat çatdıracaqsınız. Sonra bura. Tamam mı? 10 dəfə eləyirsiniz. Sonra 10 dəfə eləyirsiniz. Yavaş-yavaş eləyirsiniz. Sonra başınızı sinənizə çatdıracaqsınız, çənənizi sinənizə vuracaqsınız. Əzələlərin dartıldığını hiss edin və ondan zövq alın. Bunu hamısını yavaş-yavaş edəcəksiniz. 2 və s. Sonra başımın arxasını onurğa sütunuma çatdıracağım. 1, 2 və s. Siz 10 dəfə eləyəcəksiniz. Yavaş-yavaş. Tamam mı? Sonra arkada bir nöqtə seçirəm. Bir nöqtə seçirəm və çiynimin arxasından o nöqtəyə baxıram. Möhkəm başımı bu üzə atacağım. Həmin nöqtəyə baxaraq. Həmin nöqtəni tapıram. 1, 2 və s. Bax getməsin. Yenə də bu sağ tərəfindən edəcəm. Bu nöqtəni tapıram, bir nöqtə tapıram və bir nöqtəyə baxıram. Çönəndə də eyni nöqtəyə baxmalıyam. Görürsünüz? Amma düz dururam. 10 dəfə etdik. 10 dəfədən sonra nə edəcəyik? Deməli, başımızı çiynimizə əyirik, arxaya gətirib, qaytarırıq ortaya. Gördünüz mü? 1. Başımı çiynimə gətirdim. Arkaya apardım, onurğa sütunuma dəydi, qayıtdım sizə doğru. Amma yavaş-yavaş eləyəcəksiniz. Görün necə gözəl masaj eləyir. Eynən bu boynumu da başını çiynimə yapışdırıram, sonra arkaya aparıram, sonra qarşıya gətirirəm. Hərəsini 10 dəfə etdiniz. Daha sonra nə edəcəksiniz? Əllərinizi açırıq, dərindən nəfəs alırıq və dilimizi damağımıza sıxaraq 10 dəfə eləyəcək bunu, eləyəcək, amma 7 saniyə. Bax bu cür. Çalışıram. Əllər nə qədər var gücünüzlə əllərinizi arxaya aparın. Var gücünüzlə. 10 dəfə eləyəcəksiniz, hər dəfə 7 saniyə sayaraq. Tamam mı? İndi baxın görün, effektinə baxın sonra. Sonra sağ əlimi alnıma sıxıram, əlimi başıma basacağım, başımı da əlimə basacağım. Sıxacağım yəni. 5 saniyə. 10 dəfə bunu edirəm. Buradakı əzələləri açıram. 10 dəfə. Buraya edirəm, görürsünüz. Başımla əlimi basıram, əlimlə başımı basıram. Gicgahınıza qoyacaqsınız əlini. Bir əlimi də alnıma qoyuram. Əlimi başıma sıxacağım, başımı əlimə sıxacağım. 5 saniyə. 2 və s. Və bir də sonuncu hərəkət, əllərimi arxada birləşdirirəm. Siz əgər birləşdirə bilmirsinizsə, zamanla əliniz çatacaq, narahat olun. Əlimi yuxarı qaldırıb və bu halda duraraq, bax görürsünüz, bu cür oynadıram. Hətta başınızı elə vərdiş edəcəksiniz ki, başınızı aşağıya qədər əyəcəksiniz. Bax bu çox gözəl, sizi də osteoxondrozdan qurtaracaq. İnanın ki, mən illərlə çox əziyyət çəkmişəm bu osteoxondrozdan. Siz də inşallah edin, osteoxondrozdan qurtulun. Əlbəttə ki, bu Yapon alimi Katsuzun Nishi sisteminin bir üsuludur. Yaxşı olar ki, kim bu əziyyət çəkirsə, boyun, onurğa sütunundan möhkəm düz yataqda yatacaq və Hatha yogaya getsin. Çünki bu hərəkətlər hamısı Hatha yogada var. Mən öz
təcrübəmdən danışıram sizə. Mən deməli belə deyim də sizə, Yapon alimini, Katsuzu Nishinin sistemini özümə tətbiq edəndə Ərşad Əzimzadənin kitabından tapdım. İnanın ki, mən Ərşad Əzimzadəni demək olar ki, necə ona borcluydumsa, öz borcumu illərlə onu reklam edərək, yəni onu hər dəfə videomda adını çəkərək, ona təşəkkür edərək, onun kitablarının bütün insanların alınmasına, mənim 1 milyon auditoriyam var. Bütün insanların alınmasına vəsilə olmuşam. Yəni o insana borclu olduğumu bu cür qarşılamışam. İnşallah ki, siz də edin. Siz də videonu paylaşın. Kimin bu cür problemi varsa siz də paylaşın. İnşallah ki, siz də effektini görün və xahiş edirəm mənə mütləq yazın. Şərh yerinə yazın. Görün vəziyyətiniz necədir. Salam Tahirə xanım. Sushi super, super, super. Əla. Mən ümumiyyətlə o çox sevmirdim elə. İndi baxıram çox gözəl dadlıdır. Əla. Bir 50 dənə gətizirdik. Dördümüzə bəslədi. Allah razı olsun, Allah köməyiniz olsun. Əla, çox dadlıdır.